İynədən qorxanlar, sizə də xoş xəbərim var. Nəsə bugün xoş xəbərlərlə boluq. Əgər iynədən qorxursunuzsa, o zaman bu yeni texnologiyanın detallı bilmək üçün bizi diqqətlə izləməlisiniz. Artıq iynələr tarixə qovuşur. Bəs bizə lazım olan əzələ daxili dərmanlar necə bədənimizə keçəcək və bizi necə sağaldacaq? Bu sualların cavabı da süjetimizdə olacaq. Sponsor Saf Hospital. Yeni texnologiya inyeksiya üçün böyük iynələri aradan qaldıracaq. Ənənəvi olaraq bəzi dərmanlar dərinin altında dərman üçün rezervuar təşkil edən polimerlərin yüksək konsentrasiyasına görə böyük iynələr tələb edir. Stanford və MIT alimləri dərmanın mikrokristallarının yaradılmasına və onların xüsusi həll edicidə dayandırılmasına əsaslanan slime texnologiyasını işlədib hazırlayıblar. İnyeksiyadan sonra kristallar öz-özünə dərmanın anbarına yığılır və onu yavaş-yavaş qana buraxır. Bu üsul dərmanın buraxılma sürətinə nəzarət etmək üçün minimum miqdarda polimer tələb edir. Siçovullarda aparılan tədqiqatlar göstərib ki, dərmanın 85%-dən çoxu 97 gün ərzində anbarlarda qalır. Bu, 6 aydan 2 ilə qədər buraxılan dərmanlar yaratmaq üçün slime metodundan istifadə etməyə imkan verir. Texnologiya insan immun çatışmazlığı virusu, vərəm və digər xəstəliklərin müalicəsində, xüsusən səhiyyə xidmətinə çıxışı məhdud olan ucqar ərazilərdə istifadə oluna bilər.